Dmanisi Bələdiyyəsinin Yuxarı Qarabulaq kəndində qətl hadisəsi baş verib. Məlumata görə bugün saat 12:00 radələrində orta yaşlı kişi həyat yoldaşını soyuq silahla qətlə yetirib. Daxili İşlər Nazirliyi faktla bağlı ailə üzvünü ağırlaşdırıcı hallarda qəsdən öldürmə maddəsi ilə cinayət işinin başladıldığını açıqlayıb. Cinayəti törədən şəxs artıq polisə təslim olub. Xəlvəçauri Bələdiyyəsində qardaş və bacının meyitlər tapılıb. Meyitlər yaşayış evindən kənarda, bağ sahəsində aşkar olunub. Hazırda onların bədənində zorakılıq izlərinin olub-olmaması məlum deyil. Faktla bağlı istintaq cinayət məcəlləsinin 116-cı maddəsi səhlənkarlıq nəticəsində ölüm üzrə aparılır. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti isə terrora hazırlıqla bağlı əməliyyat keçirib. DTX-nın yaydığı məlumata görə 3 Azərbaycan vətəndaşının Bakıda xarici ölkənin səfirliyinə terror hücumu planlaşdırdığına dair əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı istintaq tədbirləri davam etdirilir.